2 noyabr OTK-nın 9-cu sinifləri üçün keçirmiş olduğu sınaq imtahanının bir sual izahını verəcəm. Deməli, bizə çoxluqlar bölməsinə aid bir sual verilib və müəyyən bir şərt verilib. Eyni zamanda bərabərlik verilib. Bizdən kəsişməsi elementlərinin sayını istəyir. Belə sualları adətən həll edəndə uşaqlar üçün çətin görünür. Bunun səbəbi isə hərflərin biraz qarışıq görünməsinə görədir. Bunun asan yolu, daha sadə görünməsi üçün Eyler-Venn diaqramından istifadə etməkdir. Deməli, birinci diaqramı A, ikincisini isə B ilə işarə eləyirəm. Və bizə A ilə B-nin kəsişməsini elementlərinin sayını verib, bunu daha rahat olaraq X ilə ifadə etmək olar. Yəni, baxın, bu isə kəsişməsi və X ilə ifadə elədim. Yalnız B-nin elementlərinin sayını verib, onu da Y ilə ifadə eləyirəm. Və yalnız A-nın elementlərinin sayını isə Z ilə ifadə edirəm. Bizdən ümumi, yəni birləşməsini elementlərinin sayının 48 olduğunu deyir. Bu nədir? X üstəgəl Y üstəgəlsin Z-in cəmidir. O da 48-ə bərabərdir. İndi bərabərliyimizə keçirik və bizə verilən şərtə baxırıq. Baxın, A ilə B-nin kəsişməsi elementlərinin sayını mən X ilə ifadə eləmişəm. Yazıram, X bölünsün 3 bərabərdir. Burada gördüyünüz kimi yalnız B-nin elementlərinin sayını mən Y ilə ifadə eləmişəm və bu da Y bölünsün 8-dir. Bərabərdir. Yalnız A-nın elementlərinin sayısı Z-dir. Mən bunu bir hərflə ifadə etmək üçün özümdən bir K dəyişəninə bərabər edirəm və tənasüblə hamısını K ilə ifadə edirəm. X-imiz bərabər olacaq. Gördüyünüz kimi K-mızın məxrəci 1-dir və tənasüblə X-imiz 3K-dır. Y-imiz bərabər olacaq. Gördüyünüz kimi 8K-ya. Z-imiz isə K-ya bərabər olacaq. İndi bu şərtdən, yəni bu veriləndən kömək alacağım. Bura bizə artıq lazım deyil. Mən buranı silirəm və yerinə yazıram. X-imiz 3K, Y-imiz 8K, Z-imiz isə K-ya bərabərdir. Bunun da 48-ə bərabər olduğunu bilirik. 12K 48-ə bərabərdir. K-mız isə 4-ə bərabərdir. Və bizdən kəsişməsi elementlərin sayını, yəni X-i, o da 3 vuraq 4-dür və 12.